yaxşı günlərimiz var idi, yaxşı qonşuluq. Orada biz qapı bağlamaq nə idi? Gedirdik səhər saat 4-ə kimi, 5-ə kimi Şakirin oğlunun toyunda otururduq, kəndin bayağından başına. Malımız, heyvanımız hamının, nəinki bizim yox. Hamısının ağzı açıq, qapımız, evimiz, qıfıl vurma. Kim kimin evinə girərdi, ya evdən aynı oyun uğrayardı. Çox xətir ölür. Mənim qocam Minə var idi, 130 yaşında öldü. Biz elə bilirdik, 100 neçə yaşı var. Yeznəmiz var idi, gedib şeydə, arxivi tökəndə kitaba gözü sataşırkən Minə 1800 nəysə hesabladıq ki, 130 yaşında 2000-ci ildə romanı da rəhmətə getdi. Amma Mehtabatda Şuşa qəbirstanlığında atamla böyür-böyrədə də gördüm orada. Bəli. İndi biraz pis çıxmasın, elə atamın yanı da boş idi. Oranı özümə saxlamışdım ki, indi hansımız ölsəydik orada. El oldu ki, atamın başçısı rəhmətə getdi. Allah rəhmət eləsin. Aparıb onu bastırıblar, mən gedə bilmədim.